Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sahih et-Tergib ve Terhib kitabından müellif yeni bir kitap açır. Kitab-ı Salah, namaz kitabı. Et-Tergib fil azani ve ma caa fi fadlihi. Ezan vermeye rağbetlendirmek ve ezan vermek hakkında onun fezleti baresinde neler varid olmuştur. Ve ezan da Arap dilinde dil olarak el-eden manası bildiriş demektir. Allah Teala buyurur: "Ve ezanun minallahi ve rasulihi." Allah ve Resulü tarafından bir bildiriş. Ve hemçinin Allah Teala buyurur: "Ve ezzene muezzinun." Ezan veren, yani bildiren, bildiriş verdi. Yani carçı sesledi, car çekti, bildiriş etti. Şeriatte ise hususi sözlerle namazın ilanı, namazın bildirişi, namazın başlanmasını bildirmektir. Hususi vaxtlarda ve bunun da məsdəri şəriəti təyin edən Allah tərəfindəndir. Və hükmü haqqında alimlər ixtilaf ediblər ki, əzan verməyin hükmü vacibdirmi, yoxsa müstəhəbdirmi? Müəllif deyir ki, yəni daha doğrusu odur ki, fərzdir. Əzan vermək iqamə kimi vacibdir, fərzdir. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem bir çox hədislərdə həm əzanı, həm də iqaməni əmr etmişdir. Necə ki, musi saləti, yəni namazı pis qılan hədisindəki kimi və həmçinin əzana artıq əlavə nə isə bir şey etmək icazəli deyildir. Nə əvvəlində, nə ki sonunda. Eğer hansı bir şey artırırlarsa bid'at olur. Ebu Hureyre diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem böyle buyurmuştur. لَوْ يَعْلَمُ النَّاسُ مَا فِي النِّدَاءِ وَالصَّفِ الْاَوَّلِ. Eğer insanlar ezan vermekte ve birinci sefte durmakta nice sevap, mükafat olduğunu bilseydiler. ثُمَّ لَمْ يَجِدُوا إِلَّا أَنْ يَسْتَهِمُوا عَلَيْهِ لَسْتَهَمُوا. Sonra bunu elde etmek için ancak püşk atmak yoluyla bacarsaydılar bunu ederdiler. Yani püşk atmaktan başka bir şeyle bunu elde etmek mümkün olmasaydı püşk atardılar. وَلَوْ يَعْلَمُونَ مَا فِي التَّهْجِيرِ لَاسْتَبَقُوا إِلَيْهِ. Ve eğer onlar, yani insanlar namaza tez gitmeyin, ne kadar sevap, mükafat olduğunu bilseydiler, bunun için ötüşerdiler, yarışardılar. وَلَوْ يَعْلَمُونَ مَا فِي الْعَتَمَةِ وَالصُّبْحِ لَأَتَوْهُمَا وَلَوْ حَبْوَا. Ve eğer insanlar bilseydiler, işa namazı ve sübh namazında nece fəzilət var, yani cemaatla məsciddə qılmağın fəzilətinin ne olduğunu bilseydiler, hatta iməkləyərək olsa belə, işa ve sübh namazlarına məscidə gedərdiler. Abdullah İbni Abdurrahman İbni Ebi Sa'sa'ata deyir ki, Ebu Said el-Hudri radıyallahu anh ona belə demiştir. İnni erake tuhibbul ganeme vel badiyete. Mən görürəm ki, həqiqətən sən qoyunları və çöldə yaşamağı sevirsən. فَاِذَا كُنْتَ فِي غَنَمِكَ اَوْ بَادِيَتِكَ. Eğer sen koyunlarınla birlikte olsan veyahut da çölde olsan, فَاَذَّنْتَ لِلصَّلَاةِ ve namaz için ezan versen, فَرْفَعْ سَوْتَكَ بِالنِّدَاءِ. Ezan vermekle, ezanla sesini yükselt. فَاِنَّهُ لَا يَسْمَعُ مُدَى صَوْتِ الْمُؤَذِّنِ جِنٌّ وَلَا اِنْسٌ وَلَا شَيْءٌ. Hakikaten müezzinin sesini, müezzinin uca sesini eşiden her bir cin, insan ve her bir şey
qiyamət günü ona şahidlik edəcəkdir. Və sonra Əbu Səid Əl-Xudri deyir ki, mən bunu Allah elçisi sallallahu aleyhi və səlləmdən eşitmişəm. Başqa ləfsdə isə deyir ki, وَلَا حَجَرٌ وَلَا شَجَرٌ إِلَّا شَهِدَ لَهُ. Yəni, müəzzinin səsini eşidən hər bir daş, hər bir bitki, ağac qiyamət günü ona şahidlik edəcəkdir. Başqa ləfsdə isə deyir ki, eşitdiyim Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur, لَا يَسْمَعُ سَوْتَهُ شَجَرٌ وَلَا مَدَرٌ وَلَا حَجَرٌ وَلَا جِنٌّ وَلَا إِنسٌ إِلَّا شَهِدَ لَهُ. Yəni, müəzzinin səsini eşidən hər bir ağac, daş, yəni hər bir bitki, cinlər və insanlar ona şahidlik olacaqlar. Ona şahidlik edəcəklər, onun əzan verməsinə. Abdullah ibn Ömər radiyallahu anhuma deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. يُغْفَرُ لِلْمُؤَذِّنِ مُنْتَهَا أَذَانِهِ. Müəzzinin səsinin, yəni son çatdığı nöqtəsinə qədər onun günahları bağışlanır. وَيَسْتَغْفِرُ لَهُ كُلُّ رَطْبٍ وَيَابِسٍ سَمِعَهُ. Və onun səsini eşidən hər bir quru və yaş, hər bir şey onun üçün Allah'tan bağışlanma, istiğfar diləyir. Ebu Hureyre deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. El-muəzzinu yuğferu lehu muda savtihi. Müəzzinin səsi çatdığı yerə qədər günahları bağışlanır. Yəni Allah Teala tərəfindən ona məğfirət, bağışlanma kamil olur. Əgər o insan səsini ucaldaraq, gözəl səslə əzan verərsə, əgər səsini ucaldaraq, gözəl səslə əzan verərsə, onun üçün də məğfirət, bağışlanma olur. Necə ki, səsini yüksəldərək, yaxşı, gözəl, uca səslə əzan verməyə çalışdığı üçün. وَيُصَدِّقُهُ كُلُّ رَطْبٍ وَيَابِسٍ. Və onu hər bir quru və yaş, hər bir şey onu təsdiq edir. Və başqa ləfsdə isə deyir ki, وَيَشْهَدُ لَهُ كُلُّ رَطْبٍ وَيَابِسٍ. Hər bir quru və yaş və quru hər bir şey ona şahidlik edir. Nəsəinin rəvayətində isə əlavə olaraq deyir ki, وَلَهُ مِثْلُ أَجْرِ مَنْ صَلَّ مَعَهُ. Müəzzin üçün, yəni əzan verən insana, onunla bərabər namaz qılanların hamısının əcrinin, savabının mislində ona da vardır. Əgər müəzzin əzan verirsə, onunla bərabər sonra nə qədər insan namaz qılırsa, hamısının savabının mislində əzan verən insan üçün də olur. Və İbn-i Məcənin ləfsində isə deyir ki, يُغْفَرُ لَهُ مَدَّ صَوْتِهِ. Onun səsinin çatdığı məsafə gəlir, günahları bağışlanır. وَيَسْتَغْفِرُ لَهُ كُلُّ رَطْبٍ وَيَابِسٍ. Və hər bir yaş və quru nə varsa, onun üçün istiğfar, bağışlanma diləyir. İbn Hibban'ın ləfsində isə deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur, El-muəzzinu yuğferu lehu medde sotihi. Müəzzinin səsinin çatdığı məsafə qədər günahları bağışlanır. Və yeşhədu lehu kullu ratbin və yabisin. Və onun üçün hər bir yaş və quru şahidlik edir. Və şahidu salati yuktabu lehu 25 haseneten. Və cemaatla məsciddə cemaatla namaz qılan insan üçün 25 savab yazılır. Və o insan ki əzan verir və cemaatla namaz qılır, onun üçün 25 savab yazılır. Və yukaffaru anhuma beynehuma.
və arasında olanlara günahlar bağışlanır. Yəni, iki namaz arası onun günahları bağışlanır. Bəra ibn Azib deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem elə buyurmuşdur. İnna Allah və mələikətəhu yusalluna aləs-saffil muqaddəmi. Həqiqətən Allah və mələkləri ön, qabaq səhvlərə salavat edirlər. Yəni, Allah Teala'nın salavatı tərifdir. Mələklərin salavatı isə dua, istiğfardır. Və həmçinin Allah Teala'nın salavatı insanı zülmətlərdən nura çıxarmaqdır. Hansı əməldə Allah Teala'nın salavatı varsa, necə ki bu hədisdəyi kimi, birinci ön səhvlərdə, qabaq səhvlərdə namaz qılanlara Allah və mələklər salavat edir. Və başqa hədislər də var, hansı ki Allah Resulü sallallahu aleyhi ve sellem bildirmişdir ki, yəni oruç tutmaq üçün səhər durub suhur edənlərə Allah və mələklərə salavat edir. Və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellemə kim salavat edərsə Allah da ona salavat edir. Yəni, hansı əməllə Allah Teala'nın salavatı varsa Allah Teala insanı zülmətlərdən nura çıxarır. Necə ki Əhzab surəsində Allah Teala buyurur: "Huvellezî yusalli aleykum və mələikətuhu liyukhrijakum minəz-zulumati ilen-nur." Sizi zülmətlərdən nura çıxarmaq üçün Allah və mələkləri sizə salavat edir. Və bu hədisdə də Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Allah və mələkləri ön səhvlərə salavat edir. وَالْمُؤَذِّنُ يُغْفَرُ لَهُ مُدَ صَوْتِهِ. Müəzzinin səsi çatdığı məsafə qədər günahları bağışlanır. وَيُصَدِّقُهُ مَنْ سَمِعَهُ مِنْ رَطْبٍ وَيَابِسٍ. Və onu eşidən hər bir yaş və quru onu təsdiqləyir. وَلَهُ مِثْلُ أَجْرِ مَنْ صَلَّ مَعْهُ. Və o insana, yəni müəzzinə onunla bərabər namaz qılanların əcrinin, mükafatının mislində ona da vardır. Müəzzinlə bərabər nə qədər insan namaz qılırsa, onların hamısının savabının mislində müəzzinə də verilir. Onların savab mükafatından heç nə azalmadan. Əbu Umamə deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. El-müəzzinu yuğferu lehu meddə savtihi. Müəzzinin günahları bağışlanır, səsinin çatdığı yer qədər. Və əcruhu mislu əcri mən sallə ma'hu. Və onun əcri, savab, mükafatı onunla bərabər namaz qılanların əcri, savabı, mükafatı mislindədir. Əbu Hurayra deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm elə buyurmuşdur. El-imamu daminun. İmam zamindir. Yəni imam duran insan, arxada ona tabi olanlar, məmumların namazına zəmanət daşıyır. Kəfildir, zamindir. Yəni imam durursa insan bilməlidir ki, bütün namaz qılanların məsuliyyəti onun çiynindədir. Namazı Allah Resulü sallallahu aleyhi və səlləmin namazı kimi olmalıdır. Yoxsa arxada duranların hamısının məsuliyyəti imamın çiynindədir. Və sonra buyurur Allah Resulü sallallahu aleyhi ve sellem: "Vel-muəzzinu mu'temenun." Müəzzin isə etibarlı, əmin birisidir. Yəni namazın vaxtlarına əmin olan bir insandır. O insana namazın vaxtlarını etibar ediblər. Etibar olunub çünki müəzzin diqqət eləməlidir, namazın vaxtlarını izləməlidir, vaxtı girdisə əzan vermək üçün. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem dua edir. Və deyir ki, Allahümmə ərşidil əyimmə. Allahım, imamları doğruya yönət. Vəğfir lil müəzzinin və müəzzinləri isə bağışla. Başqa ləfsdə isə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, فَأَرْشَدَ اللّٰهُ الْأَئِمَّةَ
ve gafara lil muezzinin. Allah Teala imamları doğruya müveffek elədi. Yani geçmiş zaman formasında gelse de dua kimde bildirilir ve müezzinlerin ise günahını bağışladı. Ebu Davud'un rivayetinde ise başka rivayette diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem bile buyurmuştur. El muezzinune umena'u. Müezzinler itibarlı, emin insanlardır. Ve eimmetu dumena'u. İmamlar ise zamindirler. Zemanet taşıyırlar. Allahümme gfir lil müezzinin. Allah'ım müezzinlerin günahını bağışla. Ve seddidil eimmete. İmamları doğruya müveffek ele. Ve bunu 3 defa tekrarladı. Allah Resulü sallallahu aleyhi ve sellem 3 defa dua etti. Müezzinlerin bağışlanmasını Allah'tan istedi ve imamları da doğruya müveffek olmasını Allah'tan istedi. Seddid yani Peygamber sallallahu aleyhi ve sellemin sünnesine tuş gelmeye Allah Teala'dan istiyor. Səddəd odur ki, insan hem danışığında, hem emelinde, hem əqidə, etiqadında, her bir halında Allah elçisi sallallahu aleyhi ve selleme muvafık olmasıdır. Ve Müslümandan da talep olunur ki hayatta Peygamber sallallahu aleyhi ve sellemin yoluna tabi olsun. Çünkü Allah Resulü sallallahu aleyhi ve sellem bunu emretmiştir. Hadiste buyuruyor ki seddidu, doğruya tuş gelin. Yani sünneye emel edin, sünneden yapışın. Peygamber sallallahu aleyhi ve sellem yoluna tuş gelmeye emretmiştir. Ve karibu ve yakın ol. Yani tam şekilde sünneye yakın olmaya çalışın. Yani tam olması da yakınlaşmak lazımdır. Ayşe radıyallahu anh deyir ki Allah Resulü sallallahu aleyhi ve sellemin belə dediğini işittim. El imamu daminun. İmam zamindir. Vel muezzinu mu'temenun. Müezzin itibarlıdır. Ona emanet verilmişti namazların vaktları. Fe erşedallahu l-eimmete ve afe anil muezzinin. Allah imamları doğruya müveffek etsin, müezzinleri ise affetsin. Ebu Hureyre diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem böyle buyurmuştur. İzâ nudiye bis salati edbera şeytanu ve lehu durat. Namaza ezan verildikte şeytan kaçar, yani hava bırakarak. Hatta la yesmi'a te'zin. Ta ki nihayet ezanı eşitmeyecek mesafe kadar kaçır. Feyde kudiyel ezanu akbel. Ezan bittikte ise kaydır gelir. Feyde thuvibe edbera. İkame olanda şeytan kaçır. Feyde kudiyet tesbihu akbele. İkame bittikte ise kaydır gelir. Hatta yahtura beynel mer'i ve nefsihi. Hatta şeytan insanla nefsi arasına girir ve ona der ki falan şeyi hatırla. Falan şeyi hatırla. Yani insan namaz kılarken şeytan insana bu cür vesveseler verir. Diyor ki falan şeyi yada sal, falan şeyi yada sal. لِمَا لَمْ يَكُنْ يَذْكُرُ مِنْ قَوْلُ. Yani evveller yada salmadığı, hatırlamadığı şeyleri hatırladır ona. Hatta يَظَلَّ الرَّجُلُ مَا يَدْرِي كَمْ صَلَّى. Hatta kişi o halde kalır ki hiç bilmir neçə rəkat namaz kıldı. Cabir İbni Abdullah deyir ki eşittiğim Allah Resulü sallallahu aleyhi ve sellem böyle buyurur. İnne şeytana izâ semi'an nidâ'a bis salati zehebe hatta yekûne mekân ravha. Hakikaten şeytan namaz için ezan verilmesini eşittikte gedir hatta Ravha deyilen mekana kadar. Ravha yani Medine'den 36 mil aralıkta olan mesafeydi. Muaviye radıyallahu anh diyor ki eşittiğim Allah Resulü sallallahu aleyhi ve sellem böyle buyurur. El muezzinune atfalun nasi anakan yevmel kıyame. Müezzinler kıyamet günü insanların içerisinde boyunları en hündür, en uzun olan insanlar olacak. Ebu Hureyre diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem
İbn Ebi Avfe deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuştur. İnne khiyara ibadillahi allazine yura'une şemse vel kamera vel nucume li zikrillah. Həqiqətən Allah Teala'nın qulları içərisində ən xeyirliləri o kəslərdir ki, onlar Allahın zikri üçün günəşi, ayı və ulduzları izləyirlər. Allah Teala'nın qulları içərisində ən xeyirlər o kəslərdir ki, Allah'ı zikri üçün, yəni namazların vaxtını bilmək üçün, namazların vaxtında əzan vermək üçün günəş, ay və ulduzlara nəzarət edirlər. Ənəs ibn Məlik deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem yol gedərkən eşidir bir kişi deyir ki, Allahu Ekber, Allahu Ekber. Allah elçisi sallallahu aleyhi ve sellem deyir ki, alel fitra, yəni fitrət üzəridir. Əzan verən insan fitrət üzərindədir, Allah da yarattığı kimi. Və kişi deyir ki, əşhədü ən la ilahe illallah. Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, xaraca minennar, cəhənnəmdən çıxdı. Yəni kişi əzan verməsiyle Peyğəmbər sallallahu aleyhi ve sellem o insana cəhənnəmdən çıxması, yəni cənnət əhlindən olmasına şahidlik edir. Və Ənəs ibn Məlik deyir ki, cəmaat o kişiyə tərəf tələsdi. Yəni tələsdilər baxmağa ki, o insan kimdir ki, Allah Resulü sallallahu aleyhi ve sellem onun cənnət əhlindən olmasına şahidlik edir. Fəidə ra'i ghanemin. Və gördülər ki, qoyun otaran bir çobandır. Hadratu salatu fəqam yüəddin. Yəni namaz vaxtı çatdıqda qalxıb əzan verir. Əbu Hureyra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellemlə bərabər idik və Bilal qalxıb əzan verdi. Nə vaxt ki sustu, Allah Resulü sallallahu aleyhi ve sellem dedi. Yəni Bilal radiyallahu anh əzanı bitirdikdən sonra dedi ki, mən qalə mitlə hədə yəqinən dəxələl cənnə. Kim bunun mislindəkini yəqinliklə deyərsə, cənnətə daxil olar. Uqbə ibn Amir deyir ki, eşitdim Allah Resulü sallallahu aleyhi ve sellem elə buyurur. Ya'cebu rabbuka min ra'i ghanemin fi ra'si şadiyyetin lil cebel. Sənin Rəbbin təəccüb edir. Qoyun otaran çobana dağda, yəni dağın bir hissəsində, dağın təpəsində namaz üçün əzan verir və namazı qılır. Allah Teala deyir ki, "Unzuru ila abdi hada." Mənim bu quluma baxın. Yuəzzinu və yuqimus salat. Əzan verir və namazı qılır. Yaxafu minni, məndən qorxur. Qad ghafartu li abdi. Qulumu bağışladım və onu cənnətə daxil etdim. Abdullah ibn Ömər deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Mən əzzənə ithnətəy əşrətə sənətən vəcəbət ləhul cənnə. Hər kim 12 il əzan verərsə, cənnət ona vacib olar. Və kutibə ləhu bitə'dinihi fi kulli yevmin 60 həsənə. Və onun əzan verməsinə görə hər gün ona 60 həsənət savab yazılar. Və bi kulli iqamətin 30 həsənə. Və hər bir iqamə verməsinə görə 30 həsənət yazılar. Səlman Əl-Fərisi deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İzə kənər rəculu bi ardı qayyin. Əgər bir kişi çöllü, səhralı bir yerdə olarsa, fəhənətis salat, namazın vaxtı çatdıqda fəliyətəvadda, dəstəmaz alsın. Fəilləm yəcid məən fəliyətəyəmməm. Əgər su tapmasa, təyəmmüm etsin. Fəin əqamə, əgər iqamə edərsə, namazı qılarsa, onunla bərabər 2 mələk namaz qılar. Və in əzzənə və əqamə, əgər əzan verib, iqamə verib namaz qılarsa, sallə xalfəhu min cunudilləhi mə lə yura tarafəhu.
onun ardında, onun arkasında Allah Teala'nın qoşunu, ordusundan ucu bucağı görsənməyən bir qoşun, ordu onun arkasında namaz qılar. Əgər insan namazı əzanla qılarsa, bu qədər böyük fəzilət, üstünlük vardır və Allah Teala'dan istəyirəm ki, Allah Teala bizi eşidib, yaxşısına tabi olanlardan etsin və Allah Teala bizə faydalı, mənfəətli ilim versin. Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə. Əstəğfiruka və atubu ileyk.